çıxıb getməkdir iki qanını başlasın. Birincisi elə şərait olmur ki, onların arasında nəsə bir müvafiq. Necə? Elə bir şərait yaratmıram ki, onların arasında mübahisə. Hayır, sen ye, sen kimin işte olursan. O toyda, səhər efirdə, asallarda evdə olan. Sənə başına dönərəm, hər bir evin öz kuralları var da. Qaydaları. Qayda qanunları var. Sen de bakalım Türkçe danışın. Hani nə bilim, ev Sağ ol. Deyirsən qız verdin, mən də aldım. Aha. Evlənəndə ağayla. Kaş ki o vaxtdaş doğaydın bu oğlanlar qaynana. Bak sonra Gündüzlər gəzir, şeyine göre dedim ha. gündüzlər gəzir o bana, axşamlar arayı da bana. Belimdə qırır yavanı, məndirəndə qaynana. Deyir, ay Həsən, mən bunun axırı nətər olacaq, deyir, bizdə də əncam var, deyir, də görün bana. Deyir, Pərvanə Həsən olacaq, haykımı ondan alacağım, ayağımın altına salacağım, o öləndə qaynana. Yəni, belə durur da. Sonra da kişi deyəcəyim, dedim sana evlana ol. Mənə həyam olsun gəlin. Mənə həyam olsun gəlin. Nə deyir, bayaqda Ev eşeği çıxsasan, sanki sıraqlandı gəlin. Gəlin deyir, ayna, yaxşı qaynatan məni tərləyib. Ali savad alıb hələ böyük kiçik qanmır hələ. Öz işini bilə-bilə, sanki xuliqandır gəlin. Gəlir bir xul oldu, bir qaynatamın halına bax, yolunmuş saqqalına bax, bəxtəvərin qoluna bax, sanki pəhlivandır.